Bir alimimizin qabağın Nəcəf şəhərində kəsdi bir dənə, ayaq üstə dayana bilmir, içib, ayaq üstə sərxoşdur. Gəldi, alim də ki, əba, qəba, gözəl giyinib, tərtəmiz, gedir indi məkidə, kəsdi qabağın, dedi ki, ağa, sənə bir sual verəcəm. Aşır, gör nə sual verir. Deyir ki, bax mən, görürsən də mən, bax, iyi gəlir məndən, içmişəm, ayıq döləm. Mən necə görünürəmsə, elə oyam. Məni çöldən nə görürsənsə, içim də odur. Sənə baxıram, sən çox gözəl giyinmisən, pak, təmiz, görən için də elədir. Görən göründüyün kimi sənsən. Bu alim deyir ki, mənə hələ indiyə qədər o cür xütbə eləyən olmamışdı. Ona görə də Kərbəla bizə bir üzlü olmağı öyrətdi. Allaha, dinə, imama sadiq olmağı öyrətdi. Kərbəla bizə öyrədir ki, bir prinsipimiz olsun, bir prinsip. Qazanın da, əylənün də, xərcləyin də, dincəlin də, amma bunların heç birini heç vaxt Allaha dəyişməyin. Heç vaxt Allaha dəyişməyin. Allah sənin üçün atondan da, anondan da, övladından da, bütün əzizlərindən də, pulundan da, hər şeydən üstün olsun da. Kərbəla bunu öyrədir. Hər şeydən üstün olsun. Kim? Allah. Allah sənin üçün dostundan da üstün olsun, rahatlığından da üstün olsun, pulundan da, əyləncəndən də, hətta öz canından da Allah üstün tutasan. Kərbəla bu qədər ali mərifət nümayiş elətdirirdi.